Mülkümüzün şəhərisən, bəxtimizin səhərisən, Tanrının şah əsərisən, oğul dərə. Ölən ölüb, qalanların diri-diri göynüyür. Corgahında 3 şəhidin məzar yeri göynüyür, oğul dərə. Damaqlarda dadı qalan, ürəklərdə odu qalan, özü viran, adı qalan, oğul dərə. Özü viran, adı qalan, oğul dərə. Ərəbastan salam. Salam. Nə dərsən? Şükür babata. Şükür, yaxşı olun. Uşaqlar, özünüz hamınızlar. Salamat. Sağ ol. Çox xoş oldu. Bugün gəldik, səni gördük, bir ziyarət oldu. Dedik səni bir ziyarət edik. Görüşünü ziyarətdir. Sən Əlbəttə ziyarət. sağ ol. Sən bizim kəndimizin dəyərli bir ziyalısı, bir ağsaqqalı, bir üzdə olan, belə deyim də, ev dili ilə desəm, üzdə olan bir şəxssən. Oğul dərə ilk növbədə sənin üçün nədir? Yəni Oğul dərə deyilən yer. Sənin üçün ilk növbədə nədir Oğul dərə? Oğul dərələr Bəli, nədir? yaxşı deyil. Səhv qayalar başında yatan bir quşam. İlahidən özümə bir yer istərəm. Oğul dərə kəndi ana vətənim. Anam torpağında yatmaq istərəm. Çox sağ ol. Sənin yadına gələndə Oğul dərə kəndində ən yaşlı adam kim idi? Qadın ya kişi? Kim nəzərində qaldı? Mən Ən gələm. yaşlı. Yadına gələndə, yox. Yadıma. Yadına gələndə, sən uşaq olanda. Çoxud var, yadıma Ən gəlir. çox məsələn yaşlı adam kim yadında qaldı? Molla Mahmuddur. Aha. Oğlu Hüseyin idi. Şərəfli Həmzədir. Talıfdır. Firidundur. Ondan sonra o görüb Recep dayıdır. Ondan sonra yaşlı adamlar. Kərim dayıdır. Cəlil dayıdır. Bunlar hamısı yadımda. Hə. Tarverdi kişidir, el ağsaqqalı. Səqaninin yurdundayıq. Şəhidlər məlumdur ki, hər birimizdən fərqli seçilmiş olur. Səqanidə gənc yaşlarından kəndimizdə ən belə dərim qoçaq cavanlardan, gənclərdən biri oldu. Mənim yadımdadır, o 7-ci, 8-ci sinifdə oxuyan vaxtlar özündən böyük insanlarla ot çalardı keranti ilə, hətta onlarla bərabər, onları bəlkə ötüb keçərdi. Bura Səqaninin doğulduğu ev, 2 mərtəbəli ev olub. 7-8 övlad burada dünyaya gəlib. Ata daşqınçılıq dövründə dünyasını dəyişib. Ana dünyasını dəyişəndə şükürlər olsun. Allah cümlə şəhidlərimizə rəhmət eləsin. Yol izi açılmışdı. Ananı gətirib öz qəbirstanlığımızda. Onda ben yazmıştım ki oğul deren kız gelini yola çıksın bir şehit anası gelir. Ben her zaman söylüyorum, indi yurtlarına söylüyorum ki o yumruk boyda ürəklərində sakladıkları vətən sevgilerine kurban. 30 güne. Allah sizden de razı olsun. Gelmişsiniz bu torpaklara, bu yerleri görmeye, şehitleri görmeye. Devletimizin yadından çıkmazsa bizim de yadımızdan çıkmaz. Çünkü Şarkündüz'e hiç orduya gitmeye yaparmadılar. Özü köylü. Mecbur gitti. Harbiye de mecbur O gitti. deyiblər ki siz Aparmırdılar. bize burada lazımsınız ama deyib ki yok. Ne bir değiştiğinizde o Ben yollamırdı.
Bizim bu evdə, obada çox gözəl aksakallarımız, abidçəklərimiz olubdu. Qan barışığına gedənlərimiz olubdu. Paşa Bey, Paşa Bey o müşavirə deyilmişlər nə, indi müəyyən dövrlərdə keçirilmiş. Elə bil çaparı göndərmişik. Gəl Şəlvə dərəsindən filan ağsaqqalı, filan yerdən, Filan aksakallı filan gətir. müəllimi, filan yerdən filan şeydi. Bizim kəndə Qaraçanlı. Qaraçanlı. Qaraçanlıdan qabağınıza kim Deyir çıxsa, Qaraçanlıdan sual verir, bəy kimi gətirir, deyir Qaraçanlıdan kim qabağına çıxsa gətir. Bəli. Yəni uşaqdan böyüyə böyüyə biz aksakaldılar. onunla Ağsaqqal. fəxr eləyirik ki, kəndimiz Bəli. həqiqətən Bəli. nümunəvi olub, bütün cəhətləri ilə. Bəli. Elə Elə indi göz qabağındadır. Hə. Onun nümunəvi elə o xüsusiyyətləri. Çox savadlı müəllimlərimiz var idi. Bəli. Müzəffər müəllim, Həddən Allah artıq. rəhmət İndi eləsin. mən də Yeter müəllim yerə ulu öndərimiz demirdi ki, Laçından o ucqar Bəli. yerədən o qədər Bəli. alimlər, yazıçılar, şairlər çıxıb. Hə,